Gərginliyin pik həddə çatdığı bir vaxtda Tehranın Avropa İttifaqının hava və dəniz qüvvələrini terrorçu strukturlar siyahısına daxil eləməsi isə diplomatik müstəvidə yeni və riskli mərhələ yaradır. Ekspertlər də hesab edirlər ki, bu qərar yalnız siyasi mesaj deyil, həm də potensial olaraq İranın öz təhlükəsizlik doktrinasında həmin qüvvələrə qarşı legitim hədəf kimi yanaşmasına hüquqi əsas formalaşdırmaq cəhdidir. Üstəlik, Tehran bu kateqoriyaya daxil edilə biləcək aktorların sayının az olmadığını da vurğulayır. Beləliklə, masa arxasında mətn üzərində iş getsə də meydanda qarşılıqlı ittihamlar və sərt qərarlar regionu daha mürəkkəb təhlükəsizlik reallığına sürükləyir. Bundan sonra nə baş verəcək, bunu araşdırmışıq. Tehran və Vaşinqton arasında yeni danışıqlar fevralın 26-sında yenə də Cenevrədə baş tuta bilər. Bu barədə İran Xarici İşlər Naziri Abbas Araqçı müsahibəsində bildirib. O yenə də danışıqlar prosesinin yalnız nüvə məsələlərinə aid olduğunu, ballistik raketlər və ya digər məsələlərlə bağlı müzakirələrin hazırki formatda aparılmadığını vurğulayıb. Tehranda hesab edirlər ki, İranın da nüvə proqramından dinc məqsədlə istifadə hüququ var və o bu hüquqdan imtina etmək niyyətində deyil. İranın Xarici Siyasət İdarəsinin rəhbəri xəbərdarlıq edib ki, hərbi eskalasiya halında İran özünü müdafiə hüququ çərçivəsində hərəkət edəcək. Bunun heç bir beynəlxalq siyasi hüquqi prizmas əhəmiyyəti, effekti yoxdur. Çünki İran sadəcə İran rəhbərliyi daxili auditoriyanı sakitləşdirmək, yəni öz aləmlərində Avropa ilə Qərblə mübarizədə növbəti bir addım atmaq baxımından belə bir qərar çıxarıblar. Amma bunun hər hansı bir əməli mexanizmi, tətbiq mexanizmi yoxdur. Amma Sepahın terrorçu siyahısına daxil olunması gələcəkdə İrana qarşı hərbi əməliyyatlar fonunda Sepahın zərərsizləşdirilməsinin beynəlxalq bir legitimləşdirilməsinə yol açıb.